5 il əvvəl bugün, yəni oktyabrın 11-i Azərbaycanın ikinci böyük şəhəri Gəncə, Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən Skat tipli ballistik raketlə 4-cü dəfə raket atəşinə tutuldu. Gecə saat 2 radələrində Qələbə parkının ətrafında yerləşən yaşayış ərazisinə düşən raket nəticəsində 10 dinc sakin şəhid oldu, 34 nəfər yaralandı. Ümumilikdə Gəncə şəhərinə 5 dəfə endirilən raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər şəhid olub. 29-u uşaq olmaqla 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib. Hücum nəticəsində 31 mənzil tamamilə uçub. Hadisə yerindəki və onun yaxınlığındakı obyektlərə ciddi ziyan dəyib. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşüb. Qeyd edək ki, Gəncə cəbhə xəttindən 60-80 kilometr kənarda yerləşir. Şəhərdə hərbi baza yoxdur. Mülki təyinatlı beynəlxalq hava limanı şəhər mərkəzindən kənarda yerləşir və hərbi təyinatlı deyil. Hücumların şəhər mərkəzinə, ictimai yaşayış obyektləri və yaşayış binalarının hədəf alınması onu göstərir ki, şəhəri bombalayanların əsas məqsədi daha çox insan tələfatına yol açmaq olub. Bu faktlar onu deməyə əsas verir ki, Gəncənin, eləcə də cəbhə xəttindən kənar digər ərazilərin bombalanması müharibə cinayətidir. Ermənistan Respublikası bununla beynəlxalq hüququn norma və prinsiplərini pozaraq beynəlxalq cinayət hüququnda təsbit olunmuş cinayət əməlləri törədib. Nəticədə Ermənistan Respublikası tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı asimetrik müharibə aparılıb, mülki obyektlərə və mülki şəxslərə zərər vurulub. Bu hərəkətləri etməklə əslində 12 avqust 1949-cu il Cenevra konvensiyalarını kobud şəkildə pozub. O cümlədən beynəlxalq humanitar hüququn tələblərini pozub. Yəni mülki əhalinin və yaşayış məntəqələrinin məqsədli şəkildə hədəf alınması, mülki obyektlərlə hərbi hədəflərin fərqləndirilməsi prinsipinə ziddir. Eyni zamanda bu hücumlar BMT Nizamnaməsinin 2.4-cü maddəsi və Roma statutunun 7-ci maddəsi üzrə insanlığa əleyhinə olan cinayət tərkibi yaradır. Yəni Ermənistan təkcə hərbi cinayət deyil, həm də beynəlxalq terror aktı törədib. Gəncə və digər şəhərlərə edilən hücumlarla bağlı sübutlar toplanıb və BMT-yə, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq Ədalət Məhkəməsinə və digər qurumlara təqdim olunub. Əslində bu sənədlər Ermənistanın cinayət məsuliyyətinin tanınması, eləcə də beynəlxalq aləmin obyektiv mövqeyinin formalaşması üçün hüquqi baza rolunu oynaya bilər. Lakin hadisələrdən 5 il keçməsinə baxmayaraq, rəsmi İrəvan beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə hələ də cavab verməyib. Humanist qanunlardan biri olan Cenevra konvensiyası Ermənistan tərəfindən pozulmaqla hansı cəzalara məruz qaldı? Cenevra konvensiyasının müddəalarını pozmağa görə Birləşmiş Millətlər Təşkilatı mı, digər beynəlxalq təşkilatlar mı Ermənistanı buna görə cəzalandırdılar mı? Yox. Hətta o dövrdə bu raket atəşləri ilə bizim mülki hədəflərimiz vurulduğu dövrdə də beynəlxalq təşkilatlar Ermənistanın yanındaydılar. Ermənistana dəstək göstərirdilər. Ermənistanın cinayətlərini ağartmaq istəmirdilər. Mən xatırlayıram, Bərdəyə terror aktları törədilən zaman Bərdədə Human Rights Watch təşkilatı dəfələrlə bizim çağırışlarımıza məhəl qoymayaraq o yerə gəlmək istəmirdilər və sonda ikinci zərbələrdən sonra onlar gəldilər və ilkin bir açıqlamada bəli, Ermənistan tərəfindən atılan raketlərin olması, qadağan olan silahlar və s. faktını işlətsələr də 2 aydan sonra tam hazır ilkin açıqlamaya uyğun olmayan və hər iki tərəfi ittiham edən bir açıqlama ilə çıxış etdilər. Halbuki bu cür hədəflərə məruz qalan biz idik və Ermənistanın Gəncəyə atdığı raketlərə görə də bugün heç bir beynəlxalq təşkilatlar tərəfindən nəinki cəzalandırılması, heç belə qınaq mövzusu da olan bir sənədini və yaxud da ki, bəyanatını görə bilmədik. Hüquq müdafiəçisi Çingiz Qənizadə hesab edir ki, bugün beynəlxalq hüquqa yanaşma siyasi yanaşmaya çevrilib. Siyasi yanaşma isə təbii ki, bir tərəfli olur. Nəticədə beynəlxalq hüquq öz nüfuzunu itirir. Baxmayaraq ki, biz bugün separatçı rejimin rəhbərlərini və Azərbaycan ərazisində çoxsaylı cinayətlər törətmiş, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər, terrorçuluğun maliyyələşdirilməsi və çoxlu sayda cinayətlər törətmiş separatçı rejimin rəhbərləri bugün Azərbaycan məhkəmələri qarşısında cavab verirlər. Amma Gəncəyə, Bərdəyə qarşı edilən bu terrora görə Ermənistan tərəfin bugünə qədər beynəlxalq təşkilatlar tərəfindən cəzalanmasının şahidi olmamışıq və çox təəssüf edirik ki, bugün dünyada beynəlxalq hüquq doğrudan da işlənməyən bir vəziyyətdədir. Unutmaq olmaz ki, Vətən müharibəsinin gedişində Ermənistan Gəncə ilə yanaşı
Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlara da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəş açıb. Hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs şəhid olub. 454 mülki vətəndaş yaralanıb. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bu təkcə Gəncənin, Bərdənin və digər rayonların deyil, bütün bəşəriyyətin yaddaşında qara bir səhifədir.